Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Sizlər üçün bugün 9-cu sinif riyaziyyat test toplusundan tam cəbr ifadələr bölməsinin izahını verəcəm. Deməli, sual 1-dən başlayaq. Deyir, hansı bir hədlinin qüvvəti ən böyükdür? Deməli, qüvvətlərini toplayırıq. Bu edir 10, bu edir 7, 8, bu edir 15, bu edir 13, bu 13. Deməli, ən böyük hansı olacaq? 15 olan, yəni 7 plus 8. Doğru cavab C variantıdır. İndi ən kiçik olan bir-bir hesablayacaqsınız. Ən kiçik hansıdırsa onu tapacaqsınız. Məsələn, 15, 13, 10 Y variantı. 8 plus 2, 10. Diğerləri hər biri 10-dan böyükdür. İfadəsini çox hədliyə çevirin. Uşaqlar, mənfi x plus 4-ün kvadratına 4 çıxaq x-in kvadratı kimi yaza bilərik də. Müxtəsər vurma düsturundan istifadə etsək, 16 minus 8x plus x kvadratı olar. Və variantlarda baxırıq ki, x kvadratın önə çəkiblər. Yəni, x kvadratı minus 8x plus 16 formasında olan, deməli, C variantı olacaq. 4-cü sual. A üstü 8, 9-dursa, A üstü 16-nı soruşur. A üstü 16-nı uşaqlar belə yazar bilərik də. A üstü 8-in kvadratı, yəni A üstü 8-in yerinə 9 yazsaq, 9-un kvadratı 81-ə bərabər olar. 5-ci sual. A üstü 18. 18 yazıram. A üstü 9 üstü 2 kimi. A üstü 9-un yerinə 6 yazıram. 6-nın kvadratı 36. Doğru cavab D variantı olar. 6-cı sualına baxaq. Hansı münasibət doğrudur? Vurduqda toplanmalıdır. Təbii ki, əsaslar qüvvət üzər eynidirsə, əsaslar vurulur 24 üzərində olmalıdır, 5, 10 yox. Əsaslar eynidirsə, vurduqda qüvvət üzər çıxılır. Deməli, 9 üstü 0 elə 7 üstü 0-a bərabər. Doğru cavab elə D variantıdır. Digərlərinə də baxaq. 4 dəfə 7, 28 olmalıydı, toplayıblar. Böldükdə çıxılmalıdır, bölüblər elə. Vurduqda yenə toplanmalıdır. 18 yox, 9 olmalıdır. Doğru cavab elə D variantı. 7-ci sualda eynisidir. Elə burada da həmin versiyadır. 7 üstü 0 ilə 5 üstü 0-a bərabərdir. Yəni B variantı doğrudur. 8-ci sual. A minus B bərabərdir. 2 onda 2 olarsa 4A çıx 4B. Yəni 4-ü çıxarsaq kənara açıq B qalır. 2 onda 2 vur 4. O da eləyər 8 onda 8. Doğru cavab D variantı olar. 9-cu sualla davam edək. Eynisidir. 6 onda 5-i 5-ə vuracaqsınız. O da neçə eləyər? 30, 32 onda 5 D variantı. Bir hədlisin qüvvətini tapın. Qüvvətini eləyirik. Qüvvət üzərini toplayırdıq da. 10, 13. Doğru cavab yenə D-dir. 11-ci sual. C2 olarsa ifadəsinin qiymətini tapın. C-ni yerinə gətirib 2 yazacaq da. Və yaxud biraz sadələşdirə də bilərik. 3C plus 2-ni 3-ə vursaq 6 minus 2C. 3C-dən 2C çıxsaq elə C plus 6 qalır. C-ni yerinə 2 yazsaq olur 2 plus 6, 8. Doğru cavab B variantı. 12-ci sual. Bir hədlinin qüvvəti ən kiçikdir. Yuxarıki suallarla eynidir. Özünüz yazarsınız. Sadədir, yəni. X-i yenə mənfi 1 yazıb ifadənin qiymətini hesablayırıq. Burada nə var ki? Mənfi 1 yazsaq cüt dərəcədən eləyir 3 çıx. Mənfi 1 yazsaq bu mənfi 1 eləyir. Çünki tək dərəcədəndir, x kubudur. Mənfi mənfiyə dəyəcək, müsbət olacaq. Yəni plus 11. Bu da tək dərəcədəndir. Müsbət mənfi olacaq. Yəni minus 9. 14. 14-dən 9 çıxsaq doğru cavab olur 5. D variantı. Deməli, oldu 13-ümüz D variantı. 14.
Çox hədlisi ilə bir hədlisinin qüvvətləri cəmini tapın. Uşaqlar, deməli biz bunu vurub atsaq olur. 6. Ümumiyyətlə, əmsallar heç lazım deyil bizə. Yoxsa lazım olacaq? Yox, lazım deyil. A kubu, B kvadratı. Qüvvətlərdən söhbət gedir, heç əmsala baxmayacağım. Minus A üstü 4 vursaq B plus A üstü 6. Baxır uşaqlar, bu 5, bu 5, bu 6. Dərəcə qüvvət neçə olur? Burada 6. Deməli, burada qüvvət 6-dır. Burada qüvvət neçədir? 5-dir də, məlum məsələ. 5 və 6 cəm neçə eləyəcək? 11. C variantı. Sadə, rahat sualdır. 15-ci sual. Çox hədlisi ilə bir hədlisin qüvvətləri yenə eyni şeydir. Yəqin ki, y kubuna vurduqda ən böyük olar da. Y kubu burada x üstü 1'dir də. 1 ilə 3, 4. Bunun dərəcəsi 4'dür. Bunun qüvvəti neçə eləyir? Yəni dərəcəsi. Bu da 4. 4 plus 4, 8. Doğru cavab oldu B variantı. 16-cı suala baxaq. 12 üstü 7. Bölək 9 üstü 3. Vur 2 üstü 10. Sadələşdirək. 12 üstü 7'ni yazıram. 4 üstü 7 vur. 3 üstü 7 kimi. 9 üstü 3'ü də yazıram. 3'ün kvadratı üstü 3. Vur 2 üstü 10. Bərabərdir. 4 üstü 7. 2'nin kvadratı üzərində 7 yazıram. Vur 3 üstü 7. Bölək. Bu 3 üstü 2 dəfə 3 6 eləyər. Vur 2 üstü 10. Yuxarı eləyir 2 üstü 14. 2 dəfə 7 14. Böləndə qüvvətlər çıxılır da. Qaldı 2 üstü 4. 3 üstü 7'dən 3 üstü 6'nı bölsək. Birdən elə 3'ün özü qalır. Vur 3. 2 üstü 4 16 eləyir. 16 vur 3. 48. Doğru cavab oldu. 48. Var mı? Var. Y variantı. 17-ci sual. Eynisi də özünüz yazarsınız. Eyni suallar təkrar yazmaq istəmirəm çünki sadədir. Mənfi uşaqlar, bir qayda deyək. Mənfi 6'nın bu şəkildə kvadratı mənfi 36'dır. Mənfi 6'nın bu şəkildə kvadratı müsbət 36'ya bərabərdir. Yəni burada kvadrat bu mənfiyə aid deyil, amma burada mənfiyə də aid deyil, 6'ya da aid olur. İndi hesablayaq. Baxın bu sualda. Yaxşı görsənmir deyəsən. Bu eləyir mənfi 36. Üstü cüt dərəcədən də müsbət 1. Üstü tək dərəcədəndir. Dərəcədən də çıx. 4'ün kubu 64. Bunlar toplasaq 100. 100'dən də 1 çıxsaq mənfi 99. Mənfi 99 A variantı. 19-cu sual. 19. Mənfi 3 üstü 6 elə müsbət 3 üstü 6'ya bərabərdir. Çünki cüt dərəcədən olduqda müsbətə çevrilir. Vuraq. 27'ni 3'ün kubu yazıram. Bir də bunun kubu. Bölək. 81'i 3 üstü 4'dür. 81. Bir də bunun kvadratı vur. 243'də 3 üstü elə birbaşa 5'ə bərabərdir. Və salam vurduqda qüvvətlər toplanacaq. Deməli 3 üstü 6 vur. 3 üstü 9 böl. 3 üstü 8 vur. 3 üstü 5. Toplandıqda 3 üstü 15 böl. 3 üstü 13. Qalır 3 üstü 2. O da 9'a bərabərdir. 20-ci sual. Eynisidir. 21. 2C ifadəsini sadələşdirin. Vur bacaqda. Olur 2C kvadratı. Plus 6C. Aha. Minus. Mötəriz açaq. Vur bacaqda. 2C kvadratı. Plus 10C. Birinci 2C'ni buna. Daha sonra buna. İndi mənfi 1'i. C'yə bir dəfə də 5'ə. Mənfi 1'ə vursaq çıx. C çıx 5. Bir də çıx burada bir 5 var. Bərabərdir. Qəşəng açıq yerdə yazaq. 2C kvadrat plus 6C çıx 2C kvadratı. Müsbət olduqda qarşıdakı mənfiyə görə minus 10C. Yenə plus C plus 5 minus 5. Bu mötəriziyə aid olmadığına görə elə olduğu kimi minus 5 qalır. 5'lər gedər. 2C kvadratlar gedər.
6C mənfi 4C plus 3 mənfi 3C. Vəssalam. Doğru cavab oldu. Mənfi 3C. A variantı. Rahat sual. 22-dən həmçinin vurub açıb sadələşdirib yazırsınız. 23-cü sualla davam edək. Ən kiçiyi 2n plus 1 olan ardıcıl tək ədəd. Ardıcıl tək ədəd 5, 7, 9 və s. Hər biri 2 artaraq gedir. Ən kiçiyi 2n plus 1-dirsə, 2 artırsaq, digər olurmu 2n plus 3, daha sonra 2n plus 5, 3 dənə. Bunun cəmini soruşur. Toplasaq 6n plus 9 almış oluruq. Bu qədər rahat. C variantı. 24-cü sual eynisidir. 25-ci suala baxaq. Burada ən böyük 2n minus 1-dirsə uşaqlar. Həmişə 2 çıxacaq da ən böyük dediyinə görə. 2n çıx 3, 2n çıx 5. Yenə bunları toplasaq eləyir 6n çıx 9. Bu da 24-cü sualın həlli A variantı olacaq. 25-ci sualla davam edək. Aha, ABC üzərində uşaqlar şərt verib ki, xət, yoxsa ASB üzərində. Yəni 100A, açılışını bilirsiniz hər biriniz, plus 10C plus B minus 10C minus A. Bu niyə minus olur? Qarşıdakı bu minusa görə. 100A'dan A çıxsaq 99A, 10C'lər gedər gəzməyə. Plus nə qaldı? B. 99A plus B. Doğru cavab oldu. 26A variantı. Ayda 26 deyildi bu. Deyəsən qarışdırdıq. ASB. 26-nı yazdım. A variantı. 25 də eynisidir. Uşaqlar 25 deyib 26-nı yazmışam. 25 də onun eynisidir. Özünüz yazın. Sadə sualdır. 27. 22 üstü 4. Vur. 8 üstü 4 böl 121 kvadratı vur 4 üstü 6 ifadəsini sadələşdirir. Baxın uşaqlar, 22 üstü 4-ü necə yazırıq? 2 üstü 4 vur 11 üstü 4 kimi vur. 8-i 2-nin kubu üzərində 4 yazırıq. Yəni 2 üstü neçə? 12 bölək. 121-i 11-in kvadratının kvadratı, yəni 11 üstü 4 vur. 4 üstü 6 uşaqlar. 2-nin kvadratı üstü 6, yəni 2 üstü 12. 2 üstü 12-lər gedər. 11 üstü 4-lər gedər. Elə sadəcə 2 üstü 4 qaldı. 2 üstü 4 də 16-ya bərabərdir. Doğru cavab oldu 27 A variantı. 28 eynisidir. 29-dan çax gedək görək. Nə deyir o 29 bizə? Haydi verək. Çox hədli şəkildə göstərir. Sadələşdirək də. Vurub açaq birinci. X-i X-a vursaq olur. X kvadrat plus 8X. Yəni bu X-i bu 8-ə vururuq. 8X. 4-ü bu X-a vururuq. Çıx 4X. Mənfi olduğuna görə 4 dəfə 8 çıx 32. Minus. Müxtəsər vurma üsulunda X kvadratı plus 4X plus 4. Bu eləyir X kvadratı plus 4X çıx 32 çıx. X kvadrat çıx 4x çıx 4. Qarşıdakı mənfiyə görə hər biri mənfi olur. 4x biri müsbət biri mənfi. X kvadratları getdi. Mənfi 32, mənfi 4, mənfi 36 edər. O da oldu Y variantı. 30-cu suala baxaq. 30-cu sual. Uşaqlar bizə bu nəyi xatırladır? Kublar. Baxın, burada minus, digərlərdə plus var. Burada kvadrat kvadratdır. Bunun buna hasili. Burada vurulubsa deməli x kubu çıx y kubunun açılışıdır. Yəni 2y-in kubu çıx 3x-in kubu vəssalam 8y kubu çıx 27 x kubu edər. Vəssalam. Elə bir cavabımız çox şükür yoxdur deyəsən. Hə, var. B variantı. 30 oldu. Doğru cavab B. 31 eynisidir. Sadəcə rəqəm fərqlidir. 32. Aha, 2x minus 3y. 3x plus 2y. Vurub açmaq lazımdır. Başqa heç bir şey. 2x-i 3x-a vursaq. Uşaqlar. Baxın. 2x-i 3x-a vursaq. 6x-in kvadratı edərmi? Plus 4xy.
minus 9xy minus 6y kvadratı plus y'yi 6y'e vursaq 6y kvadratı 5x'e vursaq olur plus 5xy plus sondakı o y bərabərdir. 6x kvadratı getmir. 6y kvadrat biri müsbət biri mənfi getdi. Qaldı 6x kvadrat. 4xy elədi mənfi 5xy. Mənfi 5xy ilə müsbət 5xy gedir. Yerdə nə qaldı ki? 6x kvadrat plus y və salam. 6x kvadratı plus y doğru cavab oldu. D variantı. 33 eynisidir. Vurub açıb sadələşdirib yazırsınız. Uşaqlar baxın, gör necə gözəl müxtəsər bunu. 100-ün kvadratı çıx 98. Yəni 100 çıx 98. A minus B, A plus B-dir də 100 plus 98. O da bərabər olur 2A-ya. 100-dən 98 çıxsaq 2, 100-ün üzrə 98 yəsək. 198 bərabər 2A. 2-lər gedər, elə A 198 olar. Maraqlı sual. Doğru cavab oldu D variantı. İndi növbəti 35-ci sualla davam edək. A plus B 4-dür. Aha. A plus 2, B minus 2. Vurub açaq sadələşdirək. Olur AB plus 2A plus 2B plus 4. Bunları vurub açdım. Minus buradan da yazıram. Vurub açsaq AB mötərizdə də yazaq hələ ki. AB minus 2A görsənirmi? Baxın. AB minus 2A minus 2B plus 4 bərabərdir. AB 2A olduğu kimi yazıram. AB plus 2A plus 2B plus 4 minus AB. Qarşıda mənfi olduğuna görə bu plus 2A plus 2B minus 4. Aha, AB-lər gedir. 2A, 2A eləyir 4A. 2B, 2B plus 4B. 4-lər də bir mənfi bir müsbət gedər. 4-də çıxarsaq qalır A plus B. A plus B-nin yerinə neçə yazmışdıq? Bayaq burada 4. Olur 4 vur 4. 16 edər. Doğru cavab oldu. 16. Neçən sual idi bu? 35. Bu qədər. 36-cı sual. Bir hədlisinin dərəcəsi 11-dir. Dərəcə olanda uşaqlar dedik, nə edirik? Qüvvətlərini toplayırıq. Yəni 2 plus n plus 3. Neçə bərabərdir 11-ə? N bərabər olur 6-ya. Yəni 2 üstə gəlib 3, 5 eləyir. 11-dən 5 çıxsaq 6 qalar. Yəni bu qədər rahat oldu B variantı. 37-ci sual. Eynisidir. 38 tipli 50 dənə. Elə 27 tipli sualdır. Yazmışıq. 39 yenə eyni tipli suallardır. Bunu özünüz yazın. 40 A üstü 4 üstü 5. Yəni bu şəkildə olduqda uşaqlar 4-ü 5-ə nə edirik? Vururuq da. Bu A üstü neçə eləyir? 20. A üstü 20-ni A üstü 12-yə vurduqda vur A üstü 12. Əsaslar eynisə qüvvə üstlərini nə edirik? Toplayırıq. A üstü 32 oldu. Doğru cavab B variantı. 41-ci suala baxaq. Eynisidir. 42-ci sual. Bu tip 50 dənə sual yazmışıq əslində. A-nın B-nin uşaqlar yolunu deyəcəm, özünüz yazın. A-nın yerinə mənfi 4-2, B-nin yerinə 2-1 gətirib yazırsınız. C-nin yerinə də 3 və sadələşdirirsiniz. Yoxsa özümü sadələşdirim. 2 dənədir bu tip. Sadələşdirim, sonra deməyin niyə belə oldu. Deməli 3 vuraq. Mötəriz açaq. A-nın yerinə mənfi 4-2 yazıram. Sonra çıxaq. 5 vuraq. B-nin yerinə 2-1. Mötərizdən bağlayıram. Çıx. C-nin yerinə 3. 6 vur 3. Salam sadələşdirək. 12-6 mənfi 12-6. Çıx. 5-i 2-1-ə vursaq 10,5 çıx. 6 3 18. Hər üçü çıx olduğuna görə toplanacaq da. Deməli 28,5 28,5 toplu gəlsək bunun üzərinə 1 yazaq, 1 yadda, 11 yazaq, 1 yadda, 3 41,1 mənfi 41,1 edər. Sadəcə hesabıdır.
Yəni qeyri-adi bir şey deyil. 42 oldu D variantı. 43 eynisidir. 44-ə baxaq. Vurduqda qüvvətlər toplanır. Yəni A üstü 10 vur. Görsənirmi uşaqlar? Yoxsa yox. A üstü 10 vur. A üstü mənfi 2 böl A üstü mənfi 3. Vurduqda toplanır. Yəni 10 plus mənfi 2 böldükdə çıxılır. Çıx mənfi 3. Və salam eləyir 8 mənfi dəyir. Müsbət olur. 8-dən sürüşəsək olur 11. Doğru cavab oldu A üstü 11 C variantı. Maraqlı suallar var. Yazmağa dəyər. 45-ci sualla davam edək. Qüvvəti əmsalından neçə dəfə böyükdür? Birinci əmsal və qüvvətini tapaq. Deməli, kubudursa uşaqlar. Baxın, 3-ün kubu neçə eləyir? 27. A kvadratının kubu A üstü 6. B-nin kubu vuraq. Mənfi 3-də 1-in kvadratı müsbət 9-da 1. A kvadratı B üstü 4 olur. 9 ilə 27 gedər. 27. Burada 3 qalar. Deməli, doğru cavab oldu 3. A üstü 6 vur A üstü 2. A üstü 8. B üstü 3, B üstü 4. B üstü 7 eləyir. Qüvvət eləyir 15, əmsal 3. Qüvvət əmsalda neçə dəfə böyükdür? 15 bölü 3. Deməli, neçə dəfə böyük olacaq? 5 dəfə. Doğru cavab oldu B. B variantı 45-də. 46 da eynisidir. 47-ci sualla baxaq. Deyir ki, n bərabərdir 2 üstü 12 çıx 1. Uşaqlar 2 üstü 12-ni belə yazmaq olar da 2 üstü 6-nın kvadratı çıx. Bir də lap 1-in kvadratı yazıram. 1 üstü 6-nın kvadratı kimi yazmıram heç. A minus B, A plus B olur mu? Yəni 2 üstü 6 çıx 1. 2 üstü 6 plus 1. 2 üstü 6 eləyir 64. 64-dən 1 çıxsaq 63 vur. 65. Üzərində də bir də var. 1 vahid əlavə edirik. Hansı tam ədəd deyil? 21 burada varmış uşaqlar. 63-ü necə yazırıq? 7 vur, 9 vur. 65-i də 5 vur, 13 kimi. Baxın uşaqlar. Məxrəci 13, 21 olanlar gedir. Çünki tam ədəddir. 45 olan gedir. 9 dəfə 5, 45 eləyir. 11 olmur. 11-ə bölünən burada hər hansı bir ədəd var? Yoxdur. Deməli, tam ədəd olmayan olacaq. D variantı. 48-də hansı tam ədəddir? 63 vur 65. 3 dəfə 5. Elə sonu tək ədəd olduğuna görə buradakı cütlərin hamısını çıxsaq, hansı qalır? B variantı. Elə B, n böl 13. 49. 49-a baxaq. Baxın uşaqlar. A minus B, A plus B. Yəni, x kvadratı çıx, 2-nin kvadratı 4. Sonra x kvadrat plus 4. Olurmu x üstü 4 çıx 16. Yəni, Y variantı. Daha sonra 50 eynisidir. Yəni, eyni formalı sualları yazmıram. 51 tipli 100 dənə sual yazmışıq. 101-cini yazmağa məncə ehtiyac varmı? Gəlin yazaq da birdən olar deyirsiniz ki, müəllim niyə 51 yazmadı? 3 üstü 4 müsbət olur. Niyə? Cüt dərəcədən də vur. 12-ni yazıram 3 üstü 2. 12-nin kvadratına doğrusu. Vur 4-ün kvadratı. Bölək. 6-nın kvadratında yazıram ki, 6 üstü 4. Kvadratın kvadratında. 6 üstü 4-də 3 üstü 4 vur 2 üstü 4 deməkdir də. Aha, 3 üstü 4-lər gedir. Olur 3-ün kvadratı vur 4 üstü 2 uşaqlar 2 üstü 4 deməkdir də. Yəni 16. Elə 2 üstü 4. 16 ilə 16 getdi. 3-ün kvadratı 9. Doğru cavab olur 9. A variantı 51. 52-ci suala baxaq. 52-də nə deyək? Kamin elə bir hədlə yazın ki, eynilik olsun. Yəni 2A kubu çıx 3B kvadratının kvadratı. Bir dənə deyir ki, bizə bunu açın da. Olur 4A üstü 6 çıx. Birinci, ikinci hasının iki misli 6. 12A kubu B kvadratı plus 9B üstü 4. Baxın uşaqlar bura. 4A üstü 6 varmı? Kan yerində hansı durur? Mənfi. Deməli, kan yerində mənfi 12 A kubu B kvadratı durur. M yerində hansı durur? 9B üstü 4. Və salam. K'mız budur. Mənfi 12 A kubu. Aha, B kvadratı 9. Yox, bu deyil. 9B üstü 4. Daha C variantı. 52-ci sual. Həllə də yenə baxın.
Deməli növbəti 53. Baxaq görə 53-dən nədir soruşur bizdən. Deyir, elə çox ədli tapın ki, bərabərlik eyniliyə çevrilsin. Uşaqlar, m plus 3x kvadratı minus 5xy plus 1 bərabər 2x kvadratı plus 6xy çıx 2y kvadratı. M-i tapsaq, bunlar hamısı digər tərəfə atılır. 6xy minus 2y kvadratı. İndi burada müsbətsə digər tərəfə keçəndə minus olur. 3x kvadratı. Mənfidirsə plus 5xy. Müsbətsə minus 1 yazırıq. Aha, buradan m-i tapsaq 2x kvadratdan 3x kvadrat çıxsaq mənfi x kvadratı. 6xy 5xy plus 11xy. Sonra çıx 2y kvadratı. Çıx 1 və salam. Belə bir ifadəmiz ümid edirəm ki var. Neçənci sualını yazdım? 53. Baxaq görək. Y variantına baxın. 11xy çıx 2y kvadratı çıx 1. O doğru cavab oldu Y. 54 eynisidir. Sadəcə rəqəm fərqi var. Başqa heç nə deyil. 55-lə davam edək. Uşaqlar, müxtəsər vurma düsturunu görürəm. Baxın, birincinin kvadratı çıx 2 vuraq birinci vur ikinci plus sonuncunun kvadratı. Yəni, açıq B-nin mötərizə kvadratının açılışıdır. Yəni, 6 çıx 2x çıx 7 çıx 4x-in mötərizə kvadratının açılışıymış. Və salam da 6 çıx 2x çıx 7 plus 4x qarşıdakı mənfiyə görə bu plus olur kvadratı. 6-dan 7 çıxsaq mənfi 1 bu plus 2x-in mötərizə kvadratı. Doğru cavabımız olur bu. Və yaxud 2x çıx 1-in mötərizə kvadratı. Və yaxud 1 minus 2x-in kvadratı fərqi yoxdur yenə. 1 minus 2x-in kvadratında bu ifadə ilə bərabərdir. Hər tərəfi mənfiyə də vursaq yenə eyni ifadəni almış oluruq. Doğru cavabımız oldu B variantı 55. 56-ya baxaq. 56 eynisidir, sadəcə rəqəmi fərqidir. 57. Ən böyük, ən kiçik qiymətin tapılması. Uşaqlar, bu biraz 9-a əslində var tam kvadrat ayırmaqla. Yəni, bunu niyə veriblər ki, burada bunu bilmədim. Deməli, bunu 2-yə bölsək, bunu izah eləsəm də anlamayacaqsınız uşaqlar, 99%. Amma yenə izah eləyəcəm. Mənfini çıxarsaq kənara olur, a kvadrat çıx 5a çıx 1 şəklinə düşür. Aha. Bunu biraz sadələşdirsək, mənfini. Aha, açılışını necə yazaq? Mənfinin lap bu ikisinə belə qruplaşdırıb versək nətər olar? Plus 1 sonda qalsın. Bu şəkildə. Olurmu? Mənfi a minus 2 onda 5-in mötərizə kvadratı. Bu sonuna plus 1 almaq üçün bu minus 6,125-dir də. Plus 7,125 yazıram ki, 7,125-dən 6,125 çıxsaq, yerdə 1 qalsın. Bizdə ən böyük, ən kiçik qiymət soruşur da. Deməli, ən böyük soruşacaq. Çünki parabolanın qolları aşağıdır, ən böyük qiyməti var, ən kiçik qiyməti yoxdur. Yəni, parabolanın qolları fərz edək ki, belədir. Ən böyük qiymət aldı bu nöqtədə. Məsələn, ən kiçik qiymət sonsuz olaraq gedir. Əslində, bu dərs funksiyalarda daha geniş izah olunacaq. 57-ci sual oldu. 7,25 B variantı. Növbət 58 eynidir. 59-a baxaq. Bu tip 50 dənəsi yazmışam. Bir-bir vurub açmaq lazımdır da. Demək ki, 3A-nı 5-ə vursaq 15A plus 6A kvadratı minus 10 minus 4A minus 6A kvadratı qarşıda mənfi olduğuna görə plus 10 yazılır. Mənfi 10 müsbət 10 gedir. 6A kvadratları 1 müsbət 1 mənfi getdi. 15A-dan 4-ə çıxsaq 11 A qalar. Oldu doğru cavab B variantı. Aha, yoruldum biraz.
30 30 neydi? 60. 60-cı sual. Bunun kvadratı müxtəsərdir yenə. Müxtəsər 9x kvadratı yox minus estağfurullah. Birinci ikinci hansının 2 misli olur deməli 6 alt dəfə 2 12x y kvadratı plus sonucunun kvadratı 4y kvadratı minus 2y kvadratı var. Ha bunu yerini dəyişsək, yəni 3x. Baxın uşaqlar, buraya yazacağım, yazıb pozam. Bunu yerini dəyişmək olar da toplamların yerini dəyişində cəm dəyişməz. A minus B, A plus B-ni görürsünüzmü uşaqlar burada? Vəssalamda minus 9x kvadratı minus 4y kvadratı olmalıdır. Qarşıdakı mənfiyə görə plus 4y kvadratı yazılır. Daha sonra nə qaldı? Plus 2. Vəssalam 9x kvadratlar gedər, qalır 4y 8y kvadratı minus 12x y kvadratı plus 2 60 hansı variant oldu? 8y kvadratı. Aha, orada səhvli oldu. Ha, kvadratın kvadratı y üstü 4 olacaq bu. Ha, səhv buradadır. Burada kvadrat var axı. Kvadratın kvadratı y üstü 4'dür. Aha, səhvlik buradadır. 8y üstü 4 çıx 12x y kvadrat plus 2 doğru cavab oldu. C variantı 61 eynisidir. A minus B, A plus B-ni tətbiq edib. Burada da müxtəsərdir. Yəni sadəcə rəqəm fərqi var. Aha, 62-ci sualla davam edək. 62-ci sualda bizə nəyi soruşur? Deməli, A kubu 3 vuraq, birincinin kvadratı vur, ikincinin kvadratı. Bu nəyin açılışıdır? Deməli, A plus 1 minus 1-in mötərizə kubu. Uşaqlar, açılışa baxaq. Yəni, A plus 1-in kubu minus 3 vuraq birincinin kvadratı. Yəni, bu hissə birinci hissədir. A plus 1-in kvadratı. Bunu 1'ə vursaq onsuz da 1 eləyir. Plus 3 vuraq A plus 1 vuraq 1'in kvadratı yenə 1 eləyir. Minus 1'in kubu da ilə 1. Baxın uşaqlar, deməli bunun açılışı budur. Burada 1'lər gedər, elə A-nın nəyi qalır? Kubu. Doğru cavabımız olacaq A kubu. Y variantı sadə sual. 60, 60, 63. Bizdən nə soruşur? Olarsa AB hasilini tapaq. Görək, nə istəyir bizdən? Altmış üç. 2x çıx 3 bərabər A-dır. 2x plus 3 bərabər B-dir. Bizə də verib ki, 2x kvadrat çıx 3 0'dır. AB hasilini tapın. Aha, uşaqlar, AB hasilini tapmaq üçün bunu alt-alta indirəm, vururam. Olur 4x kvadratı minus 9 bərabərdir AB. Bunun açılışı necədir? 2x minus 3. 2x plus 3 bərabərdir A vur B. Uşaqlar, bunu yerinə 0 yazsaq, vuruqlardan biri 0'dırsa, avtomatik AB-miz özü də nə olacaq? 0 olacaq. Bu da oldu 63-cü sual. 0 varmı? Bay. 2x kvadrat çıx 3. Ay. 2x kvadratı çıx 3'dir. Burada 2x çıx 3'dür. Səhv eləmişik. Səhv etmişik. Buradan x-in qiymətini tapaq da. Harada səhv yazdıq. Bunu heç yazmağa ehtiyac yoxdur. 4x kvadratı çıx 9 bərabər AB-dir. Bunu necə yazırıq? 2x kvadratı 2 vur 2x kvadratı çıx 9 bərabər AB. Uşaqlar, buradan bu hissədən tam görsənmir deyəsən. Bu hissədən, yəni 2x kvadratı nəyə bərabər olur? 3'ə. Bunu yerinə 3 yazsaq olur 2 vur 3 çıx 9 bərabər AB. AB bərabər olur mənfi 3'ə. 63 mənfi 3 varmı? Doğru cavab oldu. D variantı 64-cü suala baxaq. Baxdıq. İfadəsini müqayisə edin. Bu sadə sualdır.
Nə var ki bunda? Baxaq görək. Vurub açsaq olur. Uşaqlar, bunun iki yolu var. Vurub açaraq da müqayisə edə bilərsiniz. İstənilən aya bir qiymət verərək də. Məsələn, aya mən 0 qiyməti verirəm. 0 versək 6, 0 versək -9. A bərabərdir -54. Yəni 6-nı -9-a vursaq -54. Yenə 0 versək, onda B bərabər olur. 11 vur -14. Bu da eləyir 154. Təbii ki, mənfi. Mənfi ədədlərdə kiçik böyük olur da, modulca. Baxın. Modulca yox, daha doğrusu kiçiyi, modulca kiçik böyük olacaq. Deməli 54. Yəni A böyük olacaq. Nədən? B-dən. Sadə sualdır. Və yaxud da vurub açaraq da özünüz müqayisə edə bilərsiniz. A böyük B varmı? C variantı. 65 həmçinin eynidir. 66. Biraz yorğunçuluq var, əziz şagirdlər. Yorulmuşam. Deməli, x çıx y-in yerinə 0.9 verib. Burada verir ki, x çıx y plus 3/1 y çıx x. Bunun qarşısına mənfi atsaq, bu da x çıx y olar uşaqlar. Və salamda x çıx y-in yerinə 0.9 yazsaq, olur 0.9 çıx 3/1 vuraq. Elə 10.9 yazıram birbaşa. Bərabərdir. 10.9 bundan bu gedir. Çıx 10.3 eləyir 10.6. Yəni 0.6. 66-cı sual. Maraqlı sual. 67 yenisidir. 68. Bu da əslində oxşardır. Oxşardır. Vurub açsaq, müxtəsər kimi açsaq bunu. Olur x kvadratı çıx 10x plus 25 çıx. Buradan vurub açsaq 10x çıx x kvadratı. X kvadratlar gedər. Qalır -20x plus 25. X-in yerinə neçə verib? -20-də 1. -20 vur. -20-də 1 plus 25. Mənfiyə dəyər. Müsbətə çevirilər. 20-lər xısa gedir. Burada qalar 1. 1-in üstə 25 gəlsək. Doğru cavab olar 26. Növbəti 69 eynisidir. 70-lə davam edək. 70-ə baxaq görək bizdən nə istəyir burada. Nə tələb eləyir. 70 görsənirmi? Artıq 37 dəqiqəmiz gedib. Yorğunçuluq var. Uşaqlar, baxın bura. Bu nəyin açılışıdır bu hissə? A plus B-nin mötərizə kvadratı. Yəni A kvadrat plus 2AB plus B kvadratı. Yəni bu düsturu mütləq bilərsiniz. Çıx, 7-ni çıxarsaq kənara. Burada da A plus B qalır. Plus sonda nə qaldı? 1. Və salam da. A plus B. Yəni bunları gətirib yerinə yazaq. 4 tam 13-də 5 plus 2 tam 13-də 8 çıxaq. 7 vuraq. 4 tam 13-də 5 plus 2 tam 13-də 8 plus 1. Aha. Bu kvadratıdır. Eləyir 6, 7, 7-nin kvadratı 49 çıx. Bu da eləyir 7, 7 dəfə 7, 49 plus 1. 49'lar 7. Doğru cavab oldu elə 1. Maraqlı və rahat sualdır bu da. 71 eynisindəndir. 72 suala baxaq. 8 üstü 5 yazıram uşaqlar. 2 üstü 3 üstü 5 plus 2 üstü 18 bölək. 9 yazıram 3-ün kvadratı. 4'ü də yazıram 2'nin kvadratı üstü 6. Aha, bu eləyir 2 üstü 15 plus 2 üstü 18 bölək. 3'ün kvadratı vur. 2 üstü 12 bərabərdir. 2 üstü 15 kiçikdir, çıxarsaq qalır 1 plus 2'nin kubu. Bölək. 3'ün kvadratı 9 eləyər. Bu da 2 üstü 12. 2'nin kubu plus 1 9 eləyər. 9'dan gedər. 2 üstü 15 bölü 2 üstü 12. 2 üstü 3 eləyər. Yəni 8. Doğru cavab oldu 8. 73 eynisidir. 74'ə baxaq.
Baxaq görək 74-dən nə istəyir. Əslində tam cəbir ifadələr rahat bölmədir. Deyir M1, M2 çoxədlərinin cəminin dərəcəsi. Yəni M1 ilə M2-ni toplasaq, burada dərəcəsi 18-dir cəmi. M1-in dərəcəsi 6-dır. Bunun dərəcəsi 6-dırsa, elə M2-nin avtomatik 18 olur. Cəmində ən böyüyü götürülür də. Aha. Deməli M2 də 18-dir. M2 bir hədlisinin dərəcəsinin topunu ilə tapdı, o da 74. Doğru cavab oldu 18. Sadə sual. 75-ci suala baxaq. X var, Y var. X kvadrat çıx Y kvadratını soruşur. X kvadrat çıx Y kvadrat nədir? X çıx Y. X plus Y-dir də. Və salamdır. Gətir yerinə yazsa. Bərabərdir. Bir dəfə X-in yerinə. 3 üstü 15 plus 3 üstü mənfi 15. Çıx Y-in qiyməti. 3 üstü 15. Qarşıda mənfi olduğuna görə plus 3 üstü mənfi 15. Bu bir hissə. Vuraq. Bir dəfə də toplayırıq. 3 üstü 15 plus 3 üstü mənfi 15. Plus 3 üstü 15 minus 3 üstü mənfi 15. Sadələşdirsək. 3 üstü 15 biri müsbət, biri mənfi getdi. Bundan neçə dənə oldu? 2 dənə. Yəni 2 vuraq 3 üstü mənfi 15. Vuraq. 3 üstü mənfi 15'lər burada gedir. Qalır 2 vuraq 3 üstü 15. 2 dəfə 2 4 eləyər. Bunlar da uşaqlar biri mənfi, biri müsbət. Vurduqda toplanır. 3 üstü 0 eləyir. 3 üstü 0 1 elədiyinə görə cavabımız olacaq. Elə 4. 76 da eynisidir. 77'yə görək bizdən nə soruşur. Bir hədlisinin qüvvəti 13 olarsa, bir hədli asandır ki, bunun qüvvəti necə eləyir? 1 plus 5 plus n plus 1 bərabər 13. 6, 7, n neçə olur? 6. N 6-dırsa gətirib yerinə yazırıq da olur. 2 plus 1 plus 6 yazsaq, bura eləyir 5. O da eləyəcək qüvvət neçə? 8. 78 eynisidir. Özünüz onu yazarsınız. 79 yazaq. Biraz fərqli tipdir. Uşaqlar, baxın burada 725'i çıxara bilərəmmi kənara? Kiçik, qüvvəti kiçik olan çıxarırıq da. Qalır 2 vur 7 çıx 5 bölək. 49'u da 7'nin kvadratı üstü 12, yəni 7 üstü 24 yazaq. 7 üstü 24'dən 25 gedir. Burada 7 qalır. 2 dəfə 7 14, 14'dən 5 çıxsaq 9, 9 vur 7 60 3 edər. Deməli 79'un cavabı olacaq. 63. Bu da maraqlı sualdır. Yəni düşmə ehtimalı ola biləcək sualdır. 80-cı sual uşaqlar. Burada 70-ci sualın kopyasıdır. Özünüz baxdıqda görəcəksiniz. Bax 70'ə baxın və 80'ə baxın. Eyni tip və demək olar kopyasıdır. Özünüz onu yazın. 81-ci sual. Bir hədlisin qüvvəti əmsalından neçə dəfə böyükdür? Aha. Əmsalını tapırıq. 10'da 4 kvadratı %16. %16 x üstü 4 y üstü 10 vur 8'də 1 x kvadrat y üstü 4. 8'dən 16 gedər 2. 2 ilə bu gedər burada 50. Deməli qaldı 50'də 1 vuraq x üstü 6 y üstü 14. Deyir ki, şərtdə qüvvət əmsaldan neçə dəfə böyükdür? Qüvvət 20'dir. 20'ni bölürük 50'də 1'ə. Yəni 20'ni 50'yə vururuq. Eləyir 1000. 1000 dəfə böyükdür. 81 doğru cavabımız olur. 1000. 82 dərəcəsi 15 olarsa n tapın. Bu tip sualın 50'si yazmışıq. Yəni 5 plus n plus 2 15'dirsə n olur 7'dən. 15'dən 7 çıxsaq neçə qalır? 8. Yəni rahat sual idi. 83 eynisidir. 84'ə baxaq. 20 üstü n necə yazırıq? 4 üstü n vur 5 üstü n kimi bölək. Bu 2 üstü 2n nə deməkdir? 4 üstü n plus 1. Ay, 4 üstü n plus 1 eləməz. 4 üstü n plus 1 eləmir. Elə 2 üstü
2n plus 1 vuraq 5 üstü n çıx 1 yazıram. Bərabərdir. 4 üstü n yazıram. 2 üstü 2n vur 5 üstü n böl 2 üstü 2n plus 1 vur 5 üstü n çıx 1. Uşaqlar, sizə demişdim də, əsaslar eynisə qüvvə üstlər çıxılır. Yəni 2 üstü 2n çıx 2n çıx 1 vuraq 5 üstü n çıx n plus 1. 2n'lər gedir, qalır 2 üstü mənfi 1 vur 5. Yəni 5 böl 2 o da eləyir 2 onda 5. Doğru cavab oldu 2 onda 5. 84-cü sual. 85. Ən böyük ən kiçik qiymətlər biraz mənasız gəlir bu bölmədə. Niyə veriblər? Tam kvadrata ayırmağa görə. X kvadratı plus 10x plus 29'u belə yazıram da x plus 5'in mütərizə kvadratı plus 4 yazsaq 29'a tamamlanır mı? Bir də bunun kvadratı plus 17. Ən kiçik qiymət soruşduğuna görə burası sıfıra gedir. Qalır 4. 4'ün kvadratı 16 plus 17 33. Məsələn 85-ci sualda 33'dür. 86-cı suala baxaq. Eynisi də onu özünüz yazın. 87 tiplində yazmışam. Ən böyük ən kiçik qiymətin tapılması 88. 87 istəyirsiniz. 11-ci sinif səviyyəli izah edeyim bunu. Törəməsini tapaq. Mənfi 4x plus 4 bərabər 0. Mənfi 4x bərabər mənfi 4. X bərabər 1'dir. Bir qiyməti gətirib yerinə yazırıq. Mənfi 2 plus 4 plus 5. 2 plus 5 eləyər 7. 87 də doğru cavab olar. 11-ci sinif səviyyəli izah elədim. Artıq o birisi çünki tam kvadrat ayırmaqla yazmışdım. 88. Hasilinin ən böyük qiymətini tapın. Nə maraqlı sualdır. Baxaq da. Qüvvəti deyirsə, yəni n plus 3 n plus 1 bərabər 15'dir. M plus 3n bərabər 14'dür. M'in hasilinin ən böyük. Yəni burada 14 eləməsi üçün bura 2 yazsaq, bura 8 olur. Daha sonra bura 8 yazsaq, bura 2 olur. Tərsinə. Və yaxud 3 yazsaq, bura 5 olur. Deməli 5, 3. Ən böyük soruşur, elə 2 ilə 8 olacaqdır. 2 dəfə 8, 16. Ən böyük halı. Bundan böyük inanmıram olsun. 88. Olacaq. Deməli, neçə dedim? 16. 89. Eynisidir. 90. Ən böyük ən kiçik qiyməti yenə 50 dənə seçləmişik. 91 eynidir. 92. 92'dən nədir? Deyir ki, A ilə B-nin fərqi 11'dir. Hasili 23'dür. Deyir A plus B-nin kvadratını tapaq. Tapaq da. Tap deyir, tapaq. Bunun kvadratı bizə verirmi? A kvadrat plus 2AB plus B kvadratı. Yəni A kvadrat plus burada B kvadratı var. Bunu da kvadrata yüksəltsəm, baxın uşaqlar. Kvadrata yüksəlsək. Olurmu? A kvadrat plus B kvadrat çıx 2AB bərabər 121. Buradan alınır A kvadrat plus B kvadrat bərabər 121 plus 2AB. Yəni AB-nin yerinə 23 yazsaq, 2 vur 23, 46. O da eləyir 67, 167. Vəssalam da. A kvadrat plus B kvadratın yerinə 167 yazıram. Plus 2AB, 46. 13 yazaq bir yadda. 1, 213. Doğru cavab olacaq. Düşmə ehtimalı az olan bir sualdır əslində. Yox, düşmə ehtimalı ola biləcək bir sualdır. Az nədir? Düşə biləcək sualdır. Elə də çətin deyil. Sırf müxtəsər vurma düsturlarıdır. 93-cü suala baxaq. Deyir ki, uşaqlar, qüvvət əmsaldan 2 dəfə böyükdür. Aha. Bunun qüvvəti nədir? 1 plus m plus n'dir. Əmsalı neçədir? 4 onda 5. Deməli, biz 4 onda 5'i 2'yə vursaq, qüvvətinə bərabər olacaq da. Deməli, m plus n 9, 9'dan 1 çıxsaq, 8'ə bərabərdir. Vəssalam da m kvadrat çıx n kvadratı nətər yazırdıq? M çıx n, m plus n bərabər 32'dir. Cəmli yerinə 8 yazsaq, fərqin yerinə neçə durur? 4, 4 dəfə 8, 32 eləyir. Elə bizdən fərqini soruşur. Doğru cavab oldu 4. 94-cü və sonuncu sualla yekunlaşdıraq işimizi.
Çox hədli verib, çox hədlinin dərəcəsi var. Uşaqlar, burada dərəcəsi böyük olan götürəcəyik də. M1 vur. Burada x üstü neçə olacaq? 32. Amma dərəcə 39'dur. 39 eləməsi üçün M1'in dərəcəsi neçə olmalıdır? Vuranda toplanır da 7. M1'in qüvvəti neçə olur? Yəni dərəcəsi 7 olur. İndi aşağıdan M2'ni tapaq. M2 vuraq. Sizdə bu 9'a düşə bilməyəcək sual. Yəni düşməz bu sual. Ən böyüyünü götürürük. Delta F 7 42. Yəni x üstü 42 yazırıq. Bu da 46'dır. 42 var. 46'dan 42 çıxsaq, deməli M2-də 4'dür. Vəsiyo. Burada da deyir M1'in üstü 5. Yəni M1'in qüvvəti neçə idi? 7'nin üstü 5. Vuraq. M2'nin qüvvəti neçə tapdıq? 4. 4'ün üstü 11. Vəssalam da bunun dərəcəsini soruşur. 7 dəfə 5 35 plus 44 eləyir 79. Vəssalam. Bu da bizim sonuncu sualımız. Oldu uşaqlar. Sağ olun, salamat qalın. Mən də yetərincə yorulmuşam. Növbəti videolarda görüşənədək hələlik.